Salam, hər vaxtınız xeyir, əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video durğu işarələri və ixtisar mövzusu ilə bağlı olacaq. İlk öncə öyrənək görək ixtisar nədir, daha sonra isə durğu işarələri haqqında məlumat verməyə çalışacağım. Bilirik ki, durğu işarələri çox geniş, çox böyük bir mövzudur. Yəni bağlayıcılardan sonra vergüllər var, dırnaq işarəsi, nida işarəsi, daha sonra tirelər. Yəni bunlar çox geniş mövzudur. Amma sizə qısa şəkildə, sizə lazımi qədər olanı izah etməyə çalışacağım. Testlər üzərində də öyrənmiş olarıq. Ümumiyyətlə ilk öncə öyrənək görək ixtisar nədir? İxtisar söz və ya söz birləşmələrinin qısaldılmış formasıdır. Məqsəd isə burada uzun ifadəni daha qısa və rahat şəkildə deməkdir. İxtisarın bir neçə növləri var. Birincisi ilə hərf ixtisarıdır. Sözün hərflərinin baş hərflərindən yaranır. Məsələn, ən çox rast gəldiyimiz universitet adları. Məsəl üçün, Bakı Dövlət Universiteti necə yazılır? Budur. Düzdür? Məsəl üçün, Milli Təhlükəsizlik Nazirliyi necə yazılır? MTN bu formada yazılır. Elə eyni şəkildə belə deyək, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Adınsu bu formada yazılır. Bu hərf ixtisarı deməkdir. Hecə ixtisarı var. Sözlərin ilk hecalarından düzəlir. Məsələn, Azərbaycan, Azərbay yazılır çox vaxt. Filologiya fakültəsi belə deyil. Filfak. Bax, filfak belə yazılır. Qarışıq ixtisar var. Bu nədir? Həm hərf, həm də hecə ilə yaranır. Məsəl üçün, ən çox rast gəldiyimiz Azərbaycan televiziyası necə yazılır? AzTV, düzdür? AzTV yəqin ki, hamımız görmüşük. Ona görə də AzTV Azərbaycan televiziyasının qısaldılmış formasıdır. Qrafik ixtisarları var. Yazıda qısaldılmış formada olur, amma tam oxunur. Məsələn, kilometr ən çox belə deyək də qrafik ixtisarlardır. Kilometr kimla, metr metrlə. Məsəl üçün səhifə ən çox daha sonra litr l ilə ifadə olunur. Bax bu formada. Qaydalar ümumiyyətlə yadınızda saxlayın ki, ixtisarlar adətən böyük hərflə yazılır. Bəzi ixtisarlar nöqtə ilə yazılır. Məsəl üçün səhifə və s. nöqtə ilə yazılır. Oxunuş zamanı çox vaxt tam forması deyilir. Məsəl üçün, mən demirəm ki, səh 53, məsələn, müəllimlər deyir ki, səh 53-ü açın demirlər ki, səhifə 53-ü açın, məsələn. Və yaxud da və s demirik ki, və s deyirik, düzdür. Nəticə etibarilə ixtisarlar dili daha qısa, rahat və sürətli istifadə etməyə kömək edir. Xüsusilə rəsmi yazışmalarda və dərsliklərdə çox istifadə olunur. Bu ixtisarın qısa izahıdır. İndi baxaq durğu işarələri ümumiyyətlə nədir? Uşaqlar, durğu işarəsi bəlkə də qarşınıza yazıram bura. Punktuasiya. Punktuasiya kimi çıxa bilər. Bu dilçiliyin o bölməsidir ki, uşaqlar, burada cümlələrdə durğu işarələrinin istifadəsi, onların funksiyaları və qaydaları öyrənilir. Yəni, durğu işarələri cümlənin ritmini, mənasını, oxunuşunu düzgün idarə etməyə xidmət edir. İndi gəlin qısa şəkildə durğu işarələri haqqında məlumat yığaq görək nədir bu durğu işarələri. Nöqtə. Sözlərin son dayanacağıdır. Nə deməkdir bu? Yəni, bitmiş fikirdən sonra yazılan qoyulan bir işarədir. Məsəl üçün, mən gedirəm. Mən gedirəm. Bitdi, məlumat verdim. Fikir bitdi. Vergül. Cümlədə nəfəsdir. Vergül cümlədə nəfəsdir. Ardıcıl gedən sözləri bir-birinə bağlayan incə ipdir. Sadalanmada mürəkkəb cümlədə hissələri ayırmaq üçün işlənir. Bunu 3-cü sinif mürəkkəb cümlədə vergülün işlənməsi məqamında orada toxunmuşdum o video izahda. İstəsəniz baxa bilərsiniz. Nöqtəli vergül nədir? Nöqtəli vergül bu formada olur da. Nöqtəli vergülün funksiyası odur ki, iki fikri bir-birindən ayıran, amma onları tam qoparmaq istəməyən körpüdür. İki nöqtə, baxın, iki nöqtə, yəni qoşa nöqtə çox vaxt deyirik. Belə deyək də,
arxasında izah, siyahı, dialoq yaranır. Məsələn, açıqlama və statın öncəsində yazılır. Bax bu qoşa nöqtə. 3 nöqtə nədir? Sözlərin yarımçıq qalmış, belə deyək də, bir hissəsidir. Daha sonra tiredən danışım. Cümlədə yadları ayıran amma birləşdirən də bir körpüdür kimi yadınızda saxlaya bilərsiniz. Özündən əvvəlki fikri yekunlaşdırmaq, izah etmək, aydınlaşdırmaq məqsədi ilə işlədilir. Sual işarəsi onsuz da biz bilirik ki, sual cümlələrinin sonunda yazılır. Nida biz bilirik ki, nida cümlələrinin sonunda işlənir. Dırnaq işarəsi, baxın bu işarə. Dırnaq işarəsi biz bilirik ki, söz belə deyək, sitat, dialoq və xüsusi adlarda istifadə olunur. Mötərizə də, yəni bu mötərizə işarəsi də, yəni belə deyək, riyaziyyatdan fərqli olaraq əlavə fikir, izah və qeydlərdə yazılır. Yenə də deyirəm, çox geniş mövzudur, həddindən artıq danışsam bəlkə də 1 saata qədər danışmış olaram, amma məncə bu qədər sizə hələ ki kifayətdir. Testlərdə görə hansı formada verib, daha genişinə ehtiyac olsa testlər üzərində belə deyək, izah verməyə çalışacağam. İndi isə video sizə faydalıdırsa bəyənməyi unutmayın. Gəlin keçid edək testlər və çalışmalara. İlk sualdan başlayaq. Deyir, hansı cümlədə durğu işarəsi doğru yerdə qoyulmamışdır? Kim onun səsini eşitdi? Bu düzdür. Yəni doğru yerdədir. Əlbəttə sizin fikrinizlə razıyam. Baxın, əlbəttədən sonra vergül qoyulur. Baxın, əlbəttədən sonra vergül qoyulur. Daha sonra yəni burada yanlış, düzgün qoyulmayan B variantıdır. Daha sonra baxırıq ikinci suala. Hansı cümlədə vergül buraxılmışdır? Buraxılanı istəyir. O mənim ən yaxın rəfiqəmdir. Belə deyək də, odan sonra əgər əvəzlik gəlirsə vergül qoyulmur. Doğrusu bugün Cəmiləni görməmişəm. Doğrusudan da sonra vergül qoyulur. Yəni buraxılmışdır B variantında. Üstdə deyir, nümunəyə uyğun gələn durğu işarələrinin ardıcıllıqla verildiyi variant hansıdır? Baxırıq, görürük. Deməli, o bizə tapşırıq verdi. Qoşa nöqtə. Sonra tire, hər kəs yerinə keçsin. Nöqtə. Burada nə olacaq? Qoşa nöqtə, tire, daha sonra nöqtə. B variantında bizə verilib. 4-də deyir, hansı cümlədə səhv yerdə qoyulmuş durğu işarəsi var? Səhv yerdə qoyulmuş durğu işarəsini istəyir. O, həmişə dostlarının yanında olurdu. Bu düzdür. O, görüləcək işlərimiz çoxdur. O da, bu düzgün qoyulmuş C variantında. 5-də deyir, şübhəsiz onların istəyini, arzusunu nəzərə alacağı cümləsində neçə vergül buraxılmışdır? Baxırıq. Şübhəsiz onlar istəyini, arzusunu nəzərə alacağı, onların istəyini, arzusunu belə deyək, nəzərə alacağı 2 dənə vergül buraxılmışdır. B variantı. 6-da deyir ki, hansı variantda durğu işarəsində istifadə olunmamışdır? Səlim, Orxan. Az çox. Cəmil, gəl film izləyək, saat neçədir? Olunmamışdır. İşarəsindən istifadə olunmamışdır. Deməli, burada B variantında durğu işarəsindən istifadə olunmayıb. O defis işarəsidir. Ona görə, belə deyək də, durğu işarəsi sayılmır. Daha sonra baxırıq 7-yə. Hansı ixtisar doğru yazılmamışdır? A düzdür. 13-15. Yəni burada yanlışdır. Səməd Vurğun düzdür. Kiloqram da düzdür. Bizdən ixtisar doğru yazılmamışdır soruşursa B variantı olacaq. 8-də hansı cümlənin sonunda digərlərindən fərqli durğu işarəsi qoyulmalıdır? Telefon zənginə kim cavab verəcək? Sual. Bu hadisə nə vaxt baş verib? Sual. Məktubu poçt qutusuna qoydum. Məlumat. Tətil nə vaxt başlayır? Uşaqlar, baxın. Kim, nə vaxt. Bunlar sual əvəzlikləri olduğuna görə avtomatik elə biz bilirik ki, bunlar sual cümləsi olacaq. 9-da isə bizə deyir ki,
Nə istəyir bizdən? Cümlədə hansı durğu işarələri buraxılmışdır? Baxırıq, görürük. Adil, mənim qardaşım. Adil, mənim qardaşım. Gəlirsənmi? 2,1 sual A variantı. Verilmiş dialoqda hansı durğu işarəsinə ehtiyac yoxdur? Verilmiş dialoqda hansı durğu işarəsinə ehtiyac yoxdur? Ehtiyac olmadığını soruşur. Səməd dedi. Arifin heç bir günahı yoxdur. Qoşan nöqtə var. Səməd dedi. Aha. Bəli, burada tirəyə ehtiyac yoxdur. Yox, baxaq. Yox, var. Üzürlü sayın. Tirə Arifin qabağında tirə olmalıdır. Vergülə ehtiyac yoxdur. Cavab D variantı. İndi baxırıq çalışmalara. Cümlələrə durğu işarələrini əlavə edin. Uğur, boşqabları süfrəyə düz. Uğurdan sonra vergül. Qızım, qonaqlar saat neçədə gələcəklər? Qızım, qonaqlar saat neçədə gələcəklər? Sual. Əsmər, qələmin dəftərini, pozanını, çantasını... Əsmər, düzdür, qələmini, dəftərini, pozanını çantasına qoydu bu formada. Yaşa. Ey mənim doğma vətənim. Nida. Dialoqda durğu işarələrini əlavə edin, heç nə. Leyla dedi, qoşan nöqtə. Ana, məni parka apararsan? Sual. Anası onun saçlarını sığalayıb cavab verdi. Qoşan nöqtə. Yenə də tiri. Əlbəttə, mənim gözəl qızım. Bu formada olacaq. Sonunda sual işarəsi qoyulacaq cümlələri seçin. Yaxşı. Günel, bu hansı filmdir? Hansı artıq sual əvəzliyidir, ona görə olacaq. Arifin səsi çox uzaqdan gəlirdi. Burada yoxdur. Siz hansı rayondansınız? Bu da artıq sualdır. Anam uşaq həkimidir. Məlumatdır. Nə vaxt gələcəklər? Sualdır. Uşaqlar çox sevindilər. Burada da sual yoxdur. Cümlələrdə uyğun yerlərə vergül işarəsini qoyun. Yaxşı. Deyəsəndən sonra mütləq vergül qoyulur. Əlbəttə, mən, əlbəttə. Aha, məndən sonra vergül, əlbəttədən sonra vergül. Arif, vergül, Səlim, vergül, Orxan gəzməyə getdilər. Qardaşım uzunboy, enli kürək oğlandır. Bu formada olacaq. Ümidvaram ki, başa düşürsünüz. Yerində işlənməyən durğu işarələrinin altından xətt çəkin. Yaxşı. Adil, sən Leylaya hədiyyə alacaqsın. Adil, sən Leylaya hədiyyə alacaqsın. Adil. Burada Adildən sonra olmalıydı. Bu yanlışdır. Biz güclü ordumuzla fəxr edirik. Bizdən nə istəyir? Yerində işlənməyən durğu işarələrinin altından xətt çəkin. Aha. Biz güclü ordumuzla fəxr edirik. Müəllimimiz izahı çox aydın oldu. Aha. Yanlış burada. Belə deyək. Çoxdan sonra yanlışdı. Daha sonra kəndin dörd bir yanı meşəlik idi. Burada niyə vergül olsun ki, yanlışdı. Aha. Daha sonra baxırıq 6-ya. 6-da deyir, verilmiş durğu işarələrini uyğun yerlərə yazın. Uyğun yerlərə yazıq. Bugün otağın havasını dəyişmisinizmi? Sual. Murad heyvanları çox sevirdi. Nöqtə. O gah yazı yazır, gah da hekayə oxuyurdu. Nöqtə. Qoy həmişə ölkəmiz sülh içində yaşasın. Nida. Fikrin bitmədiyini ifadə edən durğu işarəsinin işləndiyi cümlələri seçin. Üzrlü sayın. Fikrin bitmədiyini ifadə edən durğu işarəsinin işləndiyi cümlələri seçin. Yaxşı. Beləcə hər kəs istədiyini əldə etdi. Burada bitib. Sənin elədikini düşünürəm, amma burada görsən hələ fikrin davamı var. Yəni bir dənə B. Daha sonra. Ürəyi buradan çıxıb getmək istəsə də, burada da yarımçıq fikir var. Gecikməyin. 2 saat sonra bizdə olun. Burada da fikir bitib. Yəni B ilə C. 8-də deyir ki, atam çoxdan arzuladığım rəngli qələmləri almışdı. Cümlə ilə bağlı doğru fikirləri seçin. Cümlədə vergül işarəsi buraxılmışdır. Doğru fikirləri istəyir bizdən. Bu yanlışdır. Nəqli cümlədir. Bəli.
Cümlədə səhv yerdə qoyulan durğu işarəsi var. Bəli, C. Düzdür. Cümlədə bir nöqtə buraxılmışdır. Bu da düzdür. D. B, C, D üçü də düzdür. 9-da deyir, dialoq əsasına uyğun durğu işarələrini qoyun. Yaxşı. Müəllim sual verdi. Qoşa nöqtə. Uşaqlar, vergül. Sifətin neçə dərəcəsi var? Sual. Səlim cavab verdi. Qoşa nöqtə. Sifətin 3 dərəcəsi var. Adi, var. Qoşa nöqtə. Adi, azaltma və çoxaltma formada olmuş olacaq. Onda isə deyir, sonunda nöqtə qoyulacaq cümlələri seçin. Əkbər niyə ağlayır? Sual. Səhər tez oyandım. Nöqtə. Təbaşir nə idi? Üzürlü sayın. Tədbir baş tutmayacaq. Nöqtə. Baxaq. Aha. Kim mənə kömək edər? Sual. Yəni B ilə C. B ilə C olan cümlələrdə nöqtə qoyulmalıdır. Yəni bitmiş fikir ifadə edir. Nəqli cümlədir. Yaxşı uşaqlar, bugünlük video izahımız bu qədər. Ümidvaram ki, faydalı oldu. Qeydlərinizi aparmağı unutmayın. Şərhdə də fikirlərinizi yazarsınız. Hər birini oxuyub geri dönüş etməyə çalışacağım. Bugünlük bu qədər. Hələlik.